Esselamu Aleyküm ve Rahmetullah. Değerli izleyicilerimiz, super bir yerde böyle şekerli, şokoladlı bir tane yer satışa çıxarmışam. Deməli, Balakən rayonunun en güzel kentlerinden biri olan Hənifə kəndində düz yolun kenarında moyka, sex, ne bileyim digər pul kazanı ne varsa hamısını tikə bilərsiniz. İçərisində evi də pay verəcəm mən sizə. Belə bax, düz yolun kenarında gördüğünüz kimi, baxın belə yonma kəsmə daşdan istifadə olunmuş hasarı. Bu tərəfi də baxın, bağı da qəşəngcə, bağı da hətta yoldan, ana yoldan giriş var bağa da. Baxın belə görürsünüz. Bağa da addenli giriş var. Həyətin də girişi buradan qəşəng dəmir qapıları var. Ən əsası qazı, suyu, işığı, internet hər bir şey var və əlavə olaraq da 3-4 dənədən marşrut gedir. Hərəsində özünə məxsus qəşəng rəngi ruhu var. Bax, belə göstərim. Bu da kommunal sistemləridir. Belə göstərim Allah'ın izniyle. Bir dənə belə fırlayayım. Girim həyətə inşallah. Bir daha demək istəyirəm ki, Balakən rayon Hənifə kəndində düz yolun kənarında 1 hektar 30 sot torpaq içində tam yaşayışa uyğun evlə bir yerdə. Dirək həyətə, bax, qəşəng, belə geniş həyəti. Bu kubiyi görənlər, kubiyi addenli satılır mı deməsin, satılmır. Kubiyi aparacaq sahibi. Bax, evin öndən görüntüsü budur. Şirin şəkər qaymaqlı ev. Bax, belə fırlayıram. Toyuqcan danışıq olsa bəlkə pay vermək olar, kəsib yeyərik. Baxın, belə göstərim. Evin öndən görüntüsü budur. Ev hal-hazırda yaşayışa uyğundur və sahibi burada yaşayır. Bu hasarın o tərəfində qəşəng meyvə bağı var. Fındığı zadı, alması, armudu, hər bir şey. Bir dənə sürprizim var mən sizə. O sürprizi də göstərəcəm inşallah. Bax, sağ tərəfdə belə kiçik bir tikili var. Naves kimi istifadə olunur. Bu uçuncağı da alan olsa pay verərəm yəqin ki, yaxşı pul verən olsa bahalı şeydir ha. Gedirəm sürprizə. Birinci buradan başlamaq istəyirəm. İçərisində qəşəng 2 qat hasardır. Damın divarları, baxın belə. Yəni, kiçik və ya böyük baş heyvanların baxması üçün ideal. Buranı da belə adliyenli bölüb qardaş. Setka ilə gördüğünüz kimi. Çox gözəl, sərgəlidir. Və mən bunu da deyim. Bu gördüğünüz hasar da çox möhkəm tikilib. 2 qatdır sahibinin dediyinə görə. Ortası da yəni ki, beton tökülüb. Daha da möhkəmləndirilib. Baxın, içində damı da var. Keçin bağa da göstərəcəm inşallah. Bu evin arxa tərəfidir. Belə yüngül var, bir dənə fırlayayım. Baxın, dediyim sürpriz budur. Düz torpaq sahəsinin bir başından belə qəşəng dövlət tərəfindən çəkilmiş su kanalı keçir, su xətti keçir, daimi gəlir. Heç vaxt kəsilmir. Yəni belə fırlayaq xırda. Gedək indi inşallah mən sizə bağı da göstərim və qiymət də qeyd edəcəm. Belə bir dənə göstərim geniş şəkildə. Bu da bağdır. İçərisində təxminən neçə dənə fındıq ağacı var? Olar mı 30 dənə? Çox olur. Hə, 40 dənə deyək. Yaxşı, 40 dənə də fındıq ağacı var. Və əlavə meyvə ağacları mövcuddur. Bax, belə göstərim. Oradan da yolu görürsünüz. Bağdan da yolun kənarına çıxış var. Birbaşa ana yola çıxış var. Dediyimiz kimi həqiqətən moyka tikə bilərsiniz. Başqa sex tikə bilərsiniz. Nə pul qazandırırsa onu da tikə bilərsiniz inşallah. Mən indi girəcəm. Evin içərisini də göstərib sizə qiymət barəsində məlumat verəcəm. Belə də göstərim inşallah. Qardaş, o başa qədər gedir. Ağaclar görsənir o başda. Baxın, böyük. Barmağın tuşağına bax, göstərirəm. Gedək evin içərisində inşallah qiymətini deyəcəm. Girişdə ayaqqabı çıxarmaq üçün belə bir dənə flaşatka. Deyəcəm evin içərisində Allah'ın izni ilə. Girişdə bir dənə belə dəhliz, ev hündürdür. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 pərdən yuxarıda yerləşir. Belə göstərim. Girişdə belə bir dənə dəhliz, yəni və ya balkon, mətbəx məbeli. Və bu tərəfdə sanitar qovşağı və sanuzeldir. Hal-hazırda palatoya maşın da işləyir. Yəni gördüyünüz kimi su, hər şey var. Girişdə burada bir dənə böyük oturma otağıdır, salon. Belə göstərim bir dənə. Geniş zalı var həqiqətən də. Sağda bir dənə yataq otağıdır. Bu da otaq doğrudan çox genişdir. Belə göstərim. Əlavə olaraq burada da bir dənə həqiqətən də otaqlar çox böyük və genişdir. Yəni belə fırlayım. Deməli, buranın qiyməti, mən sizə belə deyim ki, deyəcəksiniz ki, 1 hektar 30 sotdur, böyükdür, içində hər şey var. 60 bin zat deyil, səhv fikirləşmişsiniz. Buranın qiyməti 53 binə təklif olunur.
Təbii ki, qiymətdə reallıq olsa, qardaşınız bir dənə özü çay dəmləyir, Allahın izni ilə. Yaxşı mürəbbəsi zadı necə lazımdır, qiymətdə aşağı yuxarı olacaq. Yenə demək istəyirəm ki, 53.000 manata təklif olunur, düz yolun kənarındadır, ideal investisiya üçün əla bir yerdir. Səhifədə nömrəmiz qeyd olunub, yaza və ya zəng eləyə bilərsiniz. Əssəlamu aleykum və rəhmətullah.